Salam, axşamınız xeyir olsun əziz xanımlar. Vlogu bugündən başlatmaq istədim. Dedim sizin üçün biraz qısa məlumatlar verim. Sabah artıq başqa bir şeylər çəkəcəm. Dedim qoy vlogun başlığı bugündən olsun. Yorğun bir ana görürsüz qarşınızda. Bugün əməliyyatımın artıq 11-ci günüdür və mən heç bilməzdim ki, bu qədər diqqət çəkər. İstər Instagramda, istər YouTube'da çox izləyicilərim dolu-dolu yazıblar. Bəziləri soruşublar necə olduğum haqqında. Öz məlumatlarını sağ olsun mənlə bölüşənlər də var. Qızlar, mən ağır əməliyyat oldu. Bildiyiniz ki, məndə 2 əməliyyat oldum. Yasamal Hospitalda əməliyyat olmuşam. RCP həkimim, yəni laparoskopik deyə bilmirəm o ifadəni. Nəysə boğaz yolu ilə daxil olundu, öd axarı təmizləndi. Sonra isə digər əməliyyatım oldu, öd əməliyyatım. Öd əməliyyatımı da Səxavət doktor eləyib. Yasamal Hospitalda, həm də qospitalda işləyir. Papayində yerləşən qospitalda həkimim. Çox savadlı həkimdir. Bugün tikişlərim artıq getdim, söküldü. Vəziyyətim yaxşıdır, şükür Allaha. Artıq sərbəst qalxa bilirəm. Düzdür, korset istifadə edirəm. Həkim deyir, istifadə eləməyə də bilərsən, amma istifadə eləsən bir ay müddətində taxsan daha yaxşı olar. Tikişlərimin nisbətən də nəsə bir problem olmasın deyənə korset istifadə edirəm. Belə, işlərimin arxasınca artıq gedib gələ bilirəm. Biraz belə, biraz bir həftə, elə bir ki, əməliyyatdan bir həftə, ilk həftəni qaynanam sağ olsun qaldı, kömək elədi. Mamagil axşamdan axşama gəlirdilər, gedirdilər, nə bilim, Əsmər sonra 5-6 bazar gəldi, sağ olsun qaldı məndən. Belə də, yəni əl-ələ verdik, yavaş-yavaş toparlanıram. Əsas odur, ağır günlər geridə qaldı. İndi yenə ayaq üstəyəm, öz işimin başındayam, öz işlərimi qaydasına qoyuram. Şəfa diləyən, yazan, maraqlanan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Şükür, hər şey yaxşıdır. Yeməyimə diqqət edirəm, pəhriz gözləyirəm. Çox adam yazır, çox kökələcəksiniz. Çox adam yazır, yox, əksinə arıqlayacaqsınız. Çox adam yazır, pəhriz saxla. Hərə bir şey yazır. Qızlar, nə olacaqsa yaşayacaq, görəcəyik inşallah. Mən nə bilim deyə bilmərəm belə elə. Düzdür, aclıq hissi bir də görsüz gəlir, amma hələ ki yüngül zəhərlənmə ilə bağlı, yəni məndə axır zəhərlənmə olub deyənə çalışdığım qədər daha yüngül qidalanmağa çalışıram ki, adı nədir, yükləməyim də mədəmi də. Çünki artıq yedikdə artıq narahatçılıq olur. Mədə qoruyucu dərmanlar, köp əleyhinə dərmanlar, həzm üçün dərmanlar istifadə edirəm hal-hazırda və bir müddət hələ ki istifadə eləyəcəm onları da. Bilmirəm, qalan nə sualınız olsa mütləq vlogun alt hissəsinə yazarsınız. Mən çalışdığım qədər hamısını cavablayacağam. Çoxlu gələnlər, gedənlər, gələ bilməyənlər, üzrxahlıq eləyənlər oldu. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun, yaxşı ki varsınız, dəyərlisiniz, dəyərli də hiss elətdirdiniz. Minnətdaram hər kəsə. Belə, neysə, bugün məktəb tapşırıqlarımızı eləmişik. Qoyun sizə də göstərim. İndi elə Instagram izləyicilərim üçün story çəkirdim. Dedim, sizə də göstərim. Belə bir rəngləmə var. Qızlar, mən uşaqlarla dərs eləyəndə, Rasimlə dərs eləyəndə mütləq bir ucdan bunu rəngləyirəm. Bunları mən rəngləmişəm. Niyə? Onda daha qızlar elə bir ki, səbirli oluram da. Yoxsa hirslənirəm, özümdən asılı deyil. Ha desəm də ki, yox, mən uşaq hazırlığında bunu eləməyəcəm, onu eləməyəcəm, amma yox, məktəb o deyilmiş qızlar. Həqiqətən adam əsəbləşir. Baxın, bunları mən rəngləmişəm. Mənim kimi analar varsa, sizlərə də fikir olsun. Adamın biraz başı qarışır. Sən də bir uzdan şəkil falan çəkirsən. O yazdıqca baxıram ona, məsələn verirəm də bir sıra eləyir. Mən də buralarda, baxın, bugünkü mənim tapşırığım bunu eləmişəm. Amma modelin dedi, madalin dedi, qonşum dedi ki, Mehriban elə bir şey var, onu rəngləsən lap maraqlı olar. Xırda belə deyir, naxışlarda onları rəngləyirsən, axırda maraqlı bir şeylər olur. Dedim, hə, onu da eləyərəm. Nə olar ki? Onu da alaram özümə. Adamın əsəbləri sakitləşir, uşaqla daha təmkinli məşğul ola bilirsən. Mənim tapdığım üsul oldu. Yoxsa bir bağırıram qızlar, özüm öz səsimdən qorxuram. Uşaq da ağlayır, peşman da oluram sonra. O dərs eləməyimiz də burnumuzdan gəlir. Hələ ki səbrimi o saatdan basa bilmirəm. Özdə bu narkoz söhbətlərindən falan sonra özümü başa tanıya bilmirəm. Həqiqətən, yəni o adı qulağıma dəyibmi, yoxsa həqiqətənmi? Amma zarafat keçsin bir yana, çox adam deyir ki, yəni mənim əməliyyatım 2 saat yarımlıq əməliyyat olub və ona uyğun dozada narkoz verilib də deyilənə görə və bu da təbii ki, əsəb sisteminə istər-istəməz bir çox orqanizmdə dəyişikliklərə səbəb ola bilir pis mənada.
Hə, inşallah ki, mənim saçım çox tökülür hələ ki. Görək sonra nə olacaq. İnşallah yaxşı olar. Nəysə, pessimist başlıqdan danışdım. Yəni məlumat vermək niyyəti ilə. Vloqun sonrasında sabah bir-iki yerlərə getməliyik. Çalışdığım qədər onları çəkəcəm sizin üçün. Belə, inşallah maraqlı bir vloq alınar. İzləmədə qalın. Hələ də kanalımı bəyənirsiniz, deyirsiniz, daha doğrusu bəyənirsiniz, baxırsınız, amma izləmirsinizsə mütləq izləyin. Şərhlərinizi gözləyirəm. Oradan belə like düyməsinə basmağınızı gözləyirəm. Belə çalışdığım qədər necədirsə o cür çəkməyə, o cür paylaşmağa çalışıram. Ola bilər ki, kimlərsə bəyənmir, xoşu gəlmir, məcbur deyilsiniz. Mən həmişə hər kəsə Instagramda da məsləhət görürəm ki, sizə yaxşı gəlməyən heç bir şeyə baxmayın, izləməyin, qıcıq olursunuzsa, narahat olursunuzsa, niyə görə dəyərli vaxtınızı kiməsə xərcləyəsiniz? Əgər bir şeydən zövq alırsınızsa, ona vaxt sərf eləyin. Yəni xoşlamadığınız heç nəyi içimən qarışıq baxmaq məcburiyyətində deyilsiniz, əzizlərim. Kanalı çevirə bilərsiniz. O qədər gözəl vloq çəkən xanımlar var ki, mən də izləyirəm. Baxa bilərsiniz, yəni onlara. Yəni başqa, yəni artıq əksik yazmağınızı istəmirəm. Düzdür, yazan olmur, amma hələ də bir zamaniyə gəlib də olduğu kimi olan insanları qəbul eləməyən çox insanlar var. Onları da normal qəbul edirəm. Burada bir şey yoxdur. Hər hansı zövq bildirir, amma deyir ki, sevgi məcburi deyil, amma sayğı məcburidir. Bir-birimizə hörmət göstərək. Bəlli bir yaşlarımız var, telefon işlədə biləcək ağlımız var. Yaxşı mənada işlədək inşallah. Öpürəm hər kəsi. Buradan sağollaşıram mən. İnşallah bugün dekabrın 1-idir. Yeni ayda hər kəsə uğurlu gəlsin. İlin son ayıdır. İnşallah gözəl xatirələrlə ayrılarıq bu aydan da. Öpürəm hər kəsi. Gəlmişik qızlar, yenə dekalivə. Sizin üçün bəyəndiyim şeylərdən çəkmək istəyirəm. Baxasız deyə, bax. Şaşırtqalar var. Hə? Ora hamam tekstili. Yumuşatka necə yumuşaq deyil? Bundan görsən nətəm istəmiyorlar. Bir şey yumuşaq deyilsə. Hə? Sürtmə var da nəsə. Paltar səbətinə baxaram mən. Qəşəng şeylər var. Həsirlərin falan qiymətləri o qədər münasibdir, yaxşıdır. Hə, Temudan ucuzdur. Bunlar da qəşəngdir. Stol üstünə qoymağa belə nəsə içinə. Ana, xonça kimi. Buna üçün Nə? Hə. Hə, qəşəngdir. Bunlar yenə qəşəngdir. Amma bunlar qəşəngdir. Məsələn, belə qablar xoşuma gəlmir, amma bu çox qəşəngdir. Heç də yemir, sakız yemir. Çox güdür ha elə saqqızı. Saqqızdan da ayrılma olmuyor bu uşağın. Deyim, mən bundan mətbəxə alıb qoymuşam qızlar, çox qəşəngdir. Deyim, mən aldığımdan. Qəşəngdir. Bundan qoymuşam, deyim, mətbəxə qoyduğum bu da. Amma belə ürəyim istəyən belə paltar səbəti görə bilmirəm. Axır vaxtlar mən paltar səbəti axtarıram. Çalışacağım hamısını çəkim qəşəng. Bunlar da yaxşı. Mən axtaranda tapa bilmirdim. Hə, indi dolu da eləyəcəksən. Görüm qazanlara falan baxarıq əsl qiymətlərlə. Başladım yenə. Bax, belə bir şey də var. Keramikada bax. Doğrama taxtası. 8.90. Yaxşı da bu. Bizim cızılmır o. Bunlar xoşuma gəldi, pis deyil. 3.50-yə. Fincanları göstərmək istəyirəm sizə. Baxın, çox qəşəngdir. Bunları da mən bəyəndim. 15.90 bunlar da. Aşağıdakilər də qəşəngdir olar. Nə buyda deyil? Ay, şey, qapı istəyirəm. Yaxşıdır.
Bunlara bax, əsi, bunlar da 6 manat, 5 manata. Əhləblar necə bax yedirəm. French fries da, French fries nədir o da, o da adını bilmirəm. Bunlar da qəşəngdir. Bunlar da qəşəngdir. Ne görsəm hamısı deyəcəm qəşəngdir. Qısıq qısıq. Gör mənə tapdım. Bunu qızlar çox bəyəndim, amma heyif ki yoxdur. 4 dənəsi var. Götürdüm 4 dənəsi. Bunlar da çox qəşəngdir. Bunu çoxdan bəyənirəm, axtardım təsadüfən. Bu boş qablar da qəşəngdir, bu irilər. Limona baxınız da. Limon. Bir gün mətbəximə limon eləmək istəsəm, deyəcəm. Mütləq bura gələcəm. Limon. Qəşəngdir, hamısı çox qəşəng görsənir. Bəyəndim. Bunları da bəyəndim. Qəşəng şeylər var. Dekorativ əşyalar da çoxdur burada qızlar. Qəşəng şeylər var. Bunlar yaxşıdır. Uşaq dağlarına bax yaxşıdır bunlar. Bunlar da yaxşıdır. Burada uşaq qoxdur. Nasılsınız? İyi misiniz? Şeye baxdım, yedirəm. Şapa şapa şapa. Esmer, Esmer, Esmer. Burada yeni il avadanlıqlar da var. Onları da göstərmək istəyirəm sizə. Nə boydadır baxın. Bunlar xoşuma gəldi. Çox qəşəngdir. Evin içərisindən asmağa yaxşıdır bu. Çölünə özüm düzəldirəm hər il. Ayda bu xoşuma gəldi. Bu da qəşəng, amma bu lap qəşəngdir. Əsi bu da qəşəngdir bax. Əsi görsə demirsən. Qəşəng də var. Bəyəndim bunu. Bunu götürüm bəlkə. Bu qəşəngdir nəsə. Nə bilim, bəlkə də seçim arasında qalsaydı. Bilmirəm, evim bu daha belə zərifdir. Bu beləcə. Bunu götürüm. Məncə də bu yaxşıdır. Nə bilim, gedəndən sonra yazacaqsınız ki, yox, o yaxşıdır. Hele deyəni yakarım. Heç kəs heç nə yazmasın. Sonra qızlar sizin üçün yeni il aksesuarlarını paylaşım. Bura ay Allah, bura nə dedilər? Pasyolka. Pasyolka. Mən belə şəhərin adından elə gözəl tanımıram, nə yalan deyim qızlar. Ona görə biraz çətin tapa bilirəm. Baxın, görün burada nə qəşəng şeylər var. Baxın. Maraqlı şeylər var. 5.90 bu da. Bu evlər də qəşəngdir. Əsi bu bax. Bəyəndim hə. Yaxşı, Allah yavaş tut. Başından tut buradan. Bu evlərdən çox bəyənirəm. İstəyirəm bu evlərdən. Bilmirəm, bu ev yaxşıdır, yoxsa bu ev yaxşıdır, yoxsa bu ev. Hangi tütsüsü olan? Bu. Mən də seramik deyirəm. Bu biraz belə şeydir. Adam ətim ürpəşir. Yox, götürmə, Nəsim, qoy yavaş-yavaş. Oğlum, yaxşı da, yaxşı. Dincələr bir dənə. Heç nə. Çək, bırax, Rasim. İndi sən xışlayacam ha. Qırarsan. Yox, elə birdən belə götürmək olmaz, qırarsan. Bunun ışığı da yanır, qızlar. Pəncəksində də necə yanır? Maraqlıdır. Araqma dayanır. Yaxşıdır. Nəmi? Ev tam belə o deyil də, elə bilirəm. Məndə bir adət var qızlar, bir şey bəyənmək üçün. Çətin bəyənən insan deyiləm, amma bu qəşəngdir. Bu da maşallah 15 manat nə idi bu oy? 15 manat. Bunlar da yaxşıdır. Ben görüm. Nə yaxşı, çox vaxt belə işıq yanır. Bunlar qəşəngdir. Bunları televizorun qabağı istəsinə istəyirəm.
Mən görək nə tapacam. Kəsmə taxtalarına baxın, çox maraqlı oldu bunlarda. Amma mən necə, bax istəyir yastıq üzü olsun, bilmirəm fikrimi indi tamamlaya biləcəm ya yox. Belə animasiyalı yastıq üzü falan olur. Bax bu məsələ çox xoşuma gəldi. Bu belədir. Amma Rasim biraz ehtiyatlı olalım. Amma məsəl üçün belə bir şəkilli olur, Santa falan. Elə şeyləri bəyənmirəm çox. Bəyənə bilmirəm. Bəyənəmədim yenə. Ay şam. Dekorativ əsl qız uşaqları üçün. Qız uşağı olan evdə bəzəməli yaxşıdır. Bu konfet qabını da çox bəyənirəm. Mənə görə amma 9 manat biraz baha gəlir nəsə. Qızlar, mən cimri adam deyiləm. Mən yəni məntiqli adamam deyim. Sonra görək. Nə var? Çalışdığım qədər göstərməyə çalışıram. Qəşəng bəyənəsiz buraları. Məncə hər yeri demək olar ki, çəkdim. Qoy bir də o stand çəkim. Rasim yavaş gəl. Rasim deməkdən əsmoş o tərəfdə. Get ehtiyatla get, heç nəyə dəymə. Yaxşı balam, birdən qırarsan, olmaz. Ehtiyatlı olmaq lazımdır. Bu arada bu da trend olub, bu dəqiqə içərisində keks bişirirlər. Hər tərəf cıvıl-cıvıldır. Yeni il ona görə sevirəm. Bax, bunları da çox bəyənirəm. Biraz qiymətləri bahadır. Deyə Əsmər. Qiymətləri biraz bahadır mənə görə. Düşünürəm, mən elə düşünürəm. Bunlar da yaxşıdır. Biraz 19 manat deyəsə. Görsən bax. Aslında şeyim. Aslında canı yanmış. Qapaq. Ad günü olur, üstüne ad günü olur. Bir yaş böyüyürsən. Hə. Ad günü nədir ki? Başa düşmədim oğlum. Bizim ad günü Yavaş, ehtiyatlı ol. mənim ad günüm nədir ki? Gözəldir, çox qəşənglər. Haydi. Qoy Allah. Nerede? Wypaczka? Mən yeni il hədiyyəsi olur Əsmər. Mənim, bu mənim. Amin inşallah. Ne geçin? Kızlar, mən bu seriyanı da çox bəyəndim. Oo, dəniz. Ümumiyyətlə bu seriyanı çox bəyəndim. Tək hər şeyi saxlır. Kofesində qəşəng. Yox, görəsən tək. Onda kapçino içəsən. Yox, satılırmış təklər. Altın fincanı yoxdur, görəsən bunun. Güzəldir. Ürəyim getdi buna. Nə olsun mu? Ama çıxdı. İçərəm modlu. Belə içə bilərəm. Qızlar, bunlar var ha, 15 manatdır. Bunlar siz necə süfrədə necə gözəl görsən, içində kompot qoyanda. Sonra aşağıdakilər çox qəşəngdir. Ürəyim getdi bunlara. Mən nə bilim, bakal çox sevirəm. Baxıram hamısına. Ən sonda həmişə bunları bəyənirəm də, o sadələri. Əsigən gözəldir. Çox qəşəngdir. 4 su stəkanı ilə bir yerdə 39 manatdır. Çox qəşəng. Bunlar çox qəşəngdir. Mən şəffaf çox sevirəm. Yəni baxıram, bəyənirəm başqalarını, amma yenə ən sonda şəffafda qalıram. Şəffaf çox qəşəngdir. Bu da qəşəng qalır süfrədə. Nəysə aşağıdakı bu da. Bir dahakine bundan alarıq. Gəldik yemişmağa. Naraz yeyir. Yo, ağzı aç. Yavaş ha. Al, sokuyoruz. Kartof da ye. Üzbəüz orayla brend mal belə mağaza var qızlar. Gəldik ona.
Yeməyimizi yeyəndən sonra burada da baxırıq bəzi şeylərə qəşəng. Keçən səfər buradan Abasa ayaqqabı aldım. Qiyməti çox münasib idi. Çox da yaxşı çıxdı. Yəni yaxşı ayaqqabı idi. Damaşqa baxaq, əsi. Görək məndən damaşnik tapadım. Qızlar, mən damaşnik seçimim yoxdur da. Zülüm çəkirəm damaşnik alanda. Aferin sənə. Amerika. Pofuduk. Mən də. İndiki belə bir şeylər alım. 35 manat nədir? Baba nə qəşəngdir. Rezindir də amma. Rezindir. Ona tərdi bəs. Bunu alın. Ayağımın razmerinə də gəlməyə də önəmlidir. Bu neçə 41-dir. Bu nədir, bu yaxşı deyil. Ona yaxşı deyil, o sedi. O da qəşəngdir. Təzə gəlin şəbti kimi. Deyirəm. O köhnə deyirsən ki, təzəsən belə. Yox, köhnəlmişəm. Təzəliyində geyməmsən, köhnəliyində gey. Yox, qız. Mən öyle şeylər alınmayıb ki. Keçdik Araza, qızlar. Baxırıq. Çəksiklərim var, onları da alın. Qaçım. Qazanlara bax. Pəncər filan. Kalbasa, seska. Böyüyümüş ha bura. İçəridə deyən adama fərqinə varmır çox da. Balıq məhsulları. Balıqlar. Burada da belə tikə balıqlar, zatlar var. Maraqlı. Görməmişdim heç belə şey. Həmirlər. Bu ərəfələrdə ən çox yediyim şey yoğurtdur qızlar. Belə içməli yoğurt da tez-tez içirəm. Qatıq da yeyirəm. Əslində olmaz deyirlər, amma mən yeyirəm qatıq. Narahat eləmir də, yəni məni. Süd, belə süd götürüm. Uşaqlara pankek eləyəcəm. Vanil qabartma da yadıma düşsün. Götürüm. Arazi hissəsi. İndirimlər falan var. Da. Bu qablar xoşuma gəldi, amma 3 manatdır. Bu qablar qızlar. Keramikdir 3 manat amma. Yəni baha da deyirəm. Good love, good life. Çünki mən bunları 1 manat 50 qəpiyə almışam, amma yazısız olanları nəzərdə tuturam. Burada da var. Bu qəşəngdir. Belə. Bugün Marcellası yoxdur. Marcellası sabun axtarıram. O qədər qəşəng sabundur. Olsaydı, tapsam, görsəm, göstərəcəm sizə hansı sabundur imanla. Amma yoxdur. Qoy duş geli də olsa, onun duş gelləri də olur. Olsa duş gelini də göstərəcəm. Deyib duş gelləri budur. Amma sabunları gəlmir. Yoxdur. Heç yerdən tapa bilmirəm. Qızlar, Nivea'nın imanla bu seriyası o qədər gözəldir, qoxusu. Biz nə vaxt axtaram bunu? Fresh Sensation. Qoluma da bir dənə pis dənəmişəm, onu ağardı qaldı orada. O qədər gözəldir, vurdum hə. Deyib budur da. Qoluma bax. Budur. Gördünüz qızlar, tapdıq. Axtaran tapar. Mənim Allahım yoxdur. Belə qızlar, nəyi göstərmək istəyirəm sizə? Sunar yağını. Sunar yağı 9.99-a düşüb. Burada əladır. Yəni bunu götürdüm tez. Günə baxan var, qardalı yağım yox idi. Belə sonra görək nə var. Uşaq yeməkləri falan. Arasında bu ses çox qarışıq deyə bilirəm. Qarış quruşdu. Yarısı qablı, yarısı nədir. Belə. Çox qarışıq yerdir. Bəyənəmədim. Qızlar, belə göstərim sizə. Aboy bizdə görmüşdünüz də, yəqin storylərimdən qarışıq idi.
Naxçıvana getməmişdən qabaq qaynanamın ad günündə sökdük. Biz ad gündən bir gün qabaq söküldü, qaldı belə. Sonra aboy aldım mən, getdim Naxçıvana, gəldim Davuşa belə. Bu hissəsindən sağ olsun. Əsmərin yoldaşı vurur. Belə bura belə boş qalıb, bura vurulub. Bu gün bilsiz nə olub? Siçan görmüşəm, ürəyim partladı. Gəlib girib bura, plintuslar buradan sökülüb deyənə. Ürəyim partlamışdı da. Bir qışqırdım, ay Allah. Salam qızlar, gəlmişəm Mimiyə. Mimidə sizə bir iki şey göstərmək istəyirəm. Bu donun gözəlliyinə baxın qızlar. Belə yaxından da göstərim sizə materialını. Buna baxın. Ay Allah, elə gözəl işləmələrdir. Çox təzə düzdür. Qiyməti 37 manat 80 qəpik idi, amma kaş mənə gələrdi qızlar. Heyf mənə gəlmiş də, balacadır mənə. Daha olacaq. Bir razmer böyük olsaydı falan gələrdi, amma gözəlliyinə baxın. Sonra deyirlər Mimidə heç nə tapmaq olmur. Bu özü də çox qəşəng bir parçadır. Baxın, bunda ölçüsü L-dir, amma bunu da bəyəndim. Bu da mənə gəlməz. Bunu görə qiyməti neçədir? 29 manat. Allah təzədir bu arada. Qəşəngdir də, yəni çox qəşəngdir. Çalışdım, qədər qoyuyorum telefonu yerləşdirə bilsəm, normal. Yerləşdirə bilmirəm. Qoy görün qızlar. Yerləşdirsəm sizə burada olan bir neçə məhsul göstərəm. Yeşil qızlar. Bu il parlaq şeylər dəbdədir. Görə bu neçədir? 27 manat. İndirimə düşür. Nə qədər parlaq şeylər. Qızlar, hamısı minim şeylər. Kürəyidir bu qabağı. Kofta duyuyor. 12 manatlı qızlar. Ne yapalım? Işıl. Bu Avtovazaldakı mimidir bu arada deyim. O 7 manat qızlar. İşığın rakursu elə pisdir ki, effekti itirək. Allah mənə iPhone yetirsin qızlar. Amin. iPhone-la çəkim inşallah. Etap. Ayda bağışlayasın. Şeydir, mağaza qəzizcə sizin üçün nə indirimdədirsə onları göstərməyə çalışıram. Almarketdə bu qablar 2 manata düşüb. Yəni öz yaxınınızda baxın. O qədər qəşəng qablardır. Mən də almışam. Əsi də alıb mənim sizlərə sağ olsun. Deyir bu da çox qəşəngdir. Deyir bu qəşəng tualet təmizləyicisi. Təmizləyici vasitələri çox qəşəng bilir Əsmər. O yaxşıdır. Elə şey yaxşıdır. Ayda bax bu nə yaxşıdır. Bunun balacasını istəyirəm. Buradan görsün, buradan çıxarda bilərəm. Zarafat edirəm. Gəlmişəm Biləcəridə manatlıq mağazaya. Baxın. Bu Saral marketinin yanındakı manatlıq mağazadır. Baxın üzüklərə. Biri 2 manatdır. Buna baxın. Of, çox qəşəngdir. Hə? Nə gözəldir. Çox qəşəng. Baxın sonra. Güzel. Bura yəni cənnətdir. Bu dəqiqə yeni il ab-havasındadır. Hər şey var da, hər şey. Baxın, orada yolkalar var, sonra hədiyyələr var. Yeni il aid hər şey göstərirəm sizə. Baxın, üçlü. Bunu bəyəndik. Hələ mallar gəlib. Yolka da var. Aha, bu buzlardan da var. Baxın. Hə, bunlardan indi bu il daha çox onlar dəbdədir. Buzlar. Sıralar. Yolkalar, balaca mini yolkalar da var. Qapı süsləri, zərlər. Baxın. Marallar, oyuncaqlar, hər şey var. Baxın, sonra burada da var. Belə. Baxın. Şey. Buna baxın qızlar, bu 15'dir. Bu da 10'dur. Bunu da çox bəyəndim. Baxın, yolka atdıqları, yəni hər şey var. Ha, belə. Qəşəng. Uşaqlara var, hədiyyə almaq istəsələr, bu da var. Belə. Bunlar neçədir? Və bunlar? 1 manata belə.
Karandaş falan. Əla. Yeni süfrələri, bu kəpənəklərə baxın qızlar hələ. Doydum. Abbas sən yeyirsən? Qızlar gəlmişik Sumqayıta bugün. Bugün həftənin 5-ci günüdür və biz gəlmişik Sumqayıta. Mənim biraz işlərim var. Burada alış-veriş edəcəm. Və istəyirəm ki, vlogu burada yekunlaşdırım. Niyə görə? Çünki istəyirəm vlogu yekunlaşdırım. Sumqayıt vlogunu ayrıca çəkim. Bilməm sizə belə vloglar maraqlıdır ya yox. Mən özüm belə izləyəndə xoşum gəlir. Mağazaları falan baxanda, istəyir Instagramda, istəyir YouTube'da xanımlar çəkir, çox xoşuma gəlir. Oturub baxıram. Maraqlı gəlir. Nə harda olduğunu bilirik. Nə bilim alınan şeylər. Bəzən videolarda qısa məsələn təmizlik vasitələri haqqında və yaxud nəsə qısa bir məlumatlar olur deyənə, onlar xoş olur. Mən izləməyi maraqlı olur. Ümid edirəm ki, sizlər üçün də maraqlıdır. Belə, heç nə, yaxşıyam, artıq əməliyyatdan xeyli keçib, özüm yaxşı hiss edirəm, yavaş-yavaş, düz biraz ağrılarım olur, yüngül ağır işdə falan. Artıq hər kəs öz evinə çəkilib, artıq özüm hər şeyi həll eləməyə çalışıram, düzdür, amma axşamdan axşama gəlir falan. Amma yenə də artıq özüm öz işlərimi görməyə başlamışam, şükür Allaha, düzdür, biraz çətindir, biraz arıqlamışam, biraz yediyimə, içdiyimə diqqət edirəm. Amma özümü belə ümumilikdə yaxşı hiss edirəm, şükür Allaha. Heç nə, hələ də səhifəmi izləyib, əgər abunə olmamısınızsa, sizlərdən səhifəmə abunə olmağı istəyirəm. Vloglarımı bəyənirsinizsə, şərhlərinizi yazın, bəyəni düyməsinə basın. Mənim sizin üçün kiçik, mənim üçün böyük bir şeydir. Çox təşəkkür edirəm hər kəsə, izləyənlərə, xoş söz yazanlara. Öpürəm hər birinizi. Allah hər kəsə can sağlığı versin. Növbəti vlogda görüşərik.